Deyirlər süni intellekt gələcəkdə həkimləri əvəz eləyəcək. Sizin fikrinizcə bu həkimlər üçün təhlükəlidir, yoxsa bir fürsət? Süni intellektin həkimləri yerinə alması heç vaxt olmayacaqdır. Çünki süni intellekt sadəcə bir fürsətdir, mən belə dəyərləndirirəm. Bir informasiyanı əldə etməkdən ötürü, hətta həkim olaraq biz hər hansı bir dərmanı, dozanı, bir xəstəlik haqqında məlumatı əldə etməkdən ötürü biz süni intellektdən istifadə edirik. Bu bizim üçün böyük fürsətdir. Amma heç vaxt ChatGPT və Google həkim ola bilməyəcəkdir. Çünki onu da idarə edən insandır. Bir də bizim deyək, hər hansı bir xəstəliklə əlaqədar, xəstəlik müalicəsinə bağlı beynəlxalq axtarış sistemlərindən və süni intellektdən soruşa bilərsiniz, hər hansı bir dərmana, istifadə qaydalarını öyrənə bilərsiniz. Amma xəstənin verdiyi, həkimin xəstəyə verəcəyi mərhəmət duyğusu, onun verəcəyi psixoloji sakitliyi heç vaxt süni intellektə əvəz edə bilməz. Ona görə bunlar bizim köməkçilərimizdir. Həm əhalinin, həm həkimlərin köməkçisidir. Hər hansı bir baxımdan belə bir narahatçılığımız yoxdur.